Baxşalı Evalı Rəşidoğlu. Biz köçkün düşəndən sonra Yevlağı rayonunun Aşağı Qarxın kəndində məskunlaşmışıq. Ailədə 5 nəfərik. Oğlum, gəlinim, bir nəvəm, yoldaşım mən. Öz vətənimizə qayıtmağımızda şəhidlərimizi çox borçluyuq. İskəndər Nazikəli qızı. Kitab yazmaq olar həyatımızdan. O qədər çətinlik çəkmişik bu 30 ildə. 30 ildə mən gecələr yatmamışam. 5 evladım var idi, ən böyüyü dörd sütlə oxuyurdu gələndə. Həmişə fikirləşdim, bunları mən oxutacam, bir yana çıxam. Allah şükür, 3-cü tutarıq. Həyatımızın gənc vaxtı, indi qoca olmuşuq, birbirimizi tapırıq, hamımız qocayıq, yaşlaşmışıq. Həyatın ən gözəl vaxtları idi onlar. Xankəndində 4 il oxumuşam, İbtidai sinif müəllimi, 45 ildə işləmişəm. Keçən il çıxmışam pensiyaya. Evlərimizin şəraiti yaxşıdır. Qazımız, suyumuz, işığımız normaldır. Maldarlıqla məşğuluq. Malqara saxlayırıq. Meyvəmiz var, ağaçlar var. Belə şeylərlə toyuq-cüyə saxlayırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizin canı sağ eləsin. Allah onlara rəhm eləsin. O müharibədə əməyi olan bütün insanlara öz böyük minnətdarlığımı bildirirəm. Biz Yevlaxda yaşayırdıq. Orada çox istəyirdi, uşaqlar yanımıza gəlmirdi. İndi gəlmişlər, gediblər ikisi, indi biri gəlir. Evladımız 5 evladımız var. Hamısının evladları var. Onlar gəlir, istirahət edir, hər şey danışıram. Nə biz yaşamışıq, bizim uşaqlığımızda nə varsa hamısını danışıram, göstərirəm, maraqlandırıram onları, dağa çıxardıram falan, otları tanış eləyirəm ki, biz yaşamayacaq həmişə, öyrənsinlər. Nəyi necə istifadə eləmək lazımdır, nə bizə xeyirdir. Bütün qohumlara, dostlara, tələbə yoldaşlarım gələcək 1-2 günə. Hamısına demişəm ki, gəlin, ha vaxt gəlsəz gözüm üstə. Nəyimiz var, tökəcəyik ortaya, ürəklə. Danışacaq, güləcəyik, Xankəndinə gedəcəyik, institutu gəzəcəyik.